Qadınları yeni həyat yaşamağa və surroqat analıq proqramında iştirak etməyə dəvət edirik. Son illər surroqat analıq mövzusu daha çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə sosial şəbəkələrdə və müxtəlif vasitəçi platformalarda daşıyıcı ana axtarışı ilə bağlı elanların sayı artıb. Surroqat analıq dedikdə başqa bir qadının tibbi prosedur vasitəsilə hamilə qalaraq uşağı dünyaya gətirməsi və doğuşdan sonra körpəni əvvəlcədən razılaşdırılmış qaydada nəzərdə tutulan valideynlərə təhvil verməsi başa düşülür. Bu üsul əsasən tibbi səbəblərə görə övlad sahibi ola bilməyən ailələr üçün tətbiq edilir. Mövzunun diqqət çəkən tərəflərindən biri də bu prosesə görə ödənilən məbləğdir. Sosial şəbəkələrdə və vasitəçi elanlarda daşıyıcı ana olmağa razılıq verən qadınlara 29.000 manatadək kompensasiya təklif olunduğu bildirilir. Bundan əlavə hamiləlik dövründə yaşayış, qidalanma, tibbi müayinələr və digər xərclərin də sifarişçi tərəfindən qarşılanması ilə bağlı elanlara rast gəlinir. Məhz bu iddiaların doğruluğunu yoxlamaq və ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədi ilə legal xəbər olaraq araşdırma apardıq. Araşdırma zamanı sosial media platformalarında paylaşılan mobil nömrələrin biri ilə əlaqə saxlayıb və tərəfimizdən özümüzü daşıyıcı ana, yəni surroqat ana olmaq istəyən şəxs kimi təqdim etdik. Müraciətdən qısa müddət sonra özünü həkim kimi təqdim edən Həcər xanım bizimlə əlaqə saxlayaraq surroqat analıq prosesi, ilkin tibbi müayinələr və prosedurun mərhələləri barədə ətraflı məlumat verib. Söhbət zamanı bildirilib ki, proses bir neçə mərhələdən ibarətdir və ilkin tibbi müayinələr də daxil olmaqla müəyyən prosedurların Medilux klinikasında həyata keçirildiyi iddia olunub. Həcər xanımın sözlərinə görə prosesin bir hissəsi məhz həmin tibb müəssisəsində icra edilir. Səsləndirilən iddiaların doğruluğunu dəqiqləşdirmək məqsədi ilə legal xəbər olaraq adı çəkilən klinika ilə əlaqə saxladıq. İlkin telefon danışığı zamanı klinika nümayəndələri redaksiyamızın müraciətini dinlədikdən və legal xəbər adından zəng edildiyini öyrəndikdən sonra sözü gedən iddiaları qəbul etmədiklərini bildirdilər. Eyni zamanda qeyd olundu ki, klinikada surroqat analıq prosesi ilə bağlı belə bir xidmət göstərilmir və səsləndirilən məlumatların onlara aidiyyatı yoxdur. Beləliklə, araşdırma zamanı əldə edilən məlumatlarla klinikanın təqdim etdiyi mövqe arasında fərqli məqamlar ortaya çıxır. Bu isə məsələnin aidiyyatı dövlət qurumları tərəfindən hərtərəfli araşdırılmasının vacibliyini gündəmə gətirir. Amma analizlərini götürmək üçün mən sizdən görüşəcəm. Bir də klinikaya çağıracağım, özümüz də baxacağıq burada klinikada. Bildim. Yəqin ki, məhkəmədə klinika göstərilmir. Yox, klinikada, Medilux klinikasında görüşəcəyik sizlə inşallah. Gənclikdə. Bəli, Medilux. Surroqat analıqla bağlı Azərbaycan qanunvericiliyinin tələbləri, bu sahədə mövcud hüquqi mexanizmlər və mümkün hüquqi məsuliyyət məsələlərini aydınlaşdırmaq məqsədi ilə vəkil Vüsal İbadov ilə həmsöhbət olduq. Vüsal bəy bildirdi ki, qanunvericilik öz istəyi ilə belə olsa da, surroqat ana anlayışını qəbul etmir və cəza təhdidi ilə bunu məhdudlaşdırır. Bu baxımından insanların sosial şəbəkələrdə belə çağırışlara əhəmiyyət verməmələrini və bu kimi hərəkətlərlə cinayət əməllərindən çəkinmələrini tövsiyə edir. Legal xəbər olaraq hesab edirik ki, ictimai maraq doğuran bu kimi iddialara hüquqi qiymət verilməsi, faktların obyektiv araşdırılması və zərurət yarandığı halda qanunvericiliyə uyğun tədbirlərin görülməsi aidiyyatı dövlət qurumlarının diqqət mərkəzində olmalıdır. Mövzu ilə bağlı legal xəbərin sorğusuna Daxili İşlər Nazirliyi bir mənalı olaraq belə cavab verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov qeyd edib ki, qadınların surroqat ana, yəni daşıyıcı ana kimi istifadə edilməsi müəyyən hallarda insan alveri cinayətinin predmetini təşkil edə və cinayət məsuliyyətinə səbəb ola bilər. Qurum vətəndaşlara internet resurslarında yüksək məbləğ müqabilində bu kimi təkliflər irəli sürən səhifələrə və elanlara etibar etməməyi, həmçinin qanunvericiliklə qadağan olunmuş belə əməllərdən çəkinməyə tövsiyə edib. Mövzu legal xəbərin diqqət mərkəzində olacaq. Araşdırmalar davam etdirilir. Şəhla Şahin, Legal Xəbər.